yağış akşamı. Güzel bir mənzərə. Çalışırıq ki, gedək evimizə, eşiyimizə. Soyuq axşamdır. 32 dərəcədə. Marozdur, soyuqdur. 44-cü gündür. 44-cü gündür evdən çıxmışıq. Hələ də Tümendəyik, Tümenski oblastda. Nə vaxt gedib çatacağıq, Allah bilir. Hələ Tümenə nə qədər qalıb, işimə çatmamış. Vallahi bu reis çox macəralı, çox keşməkeşli oldu. 14 ilimdə heç belə bir şey başıma gəlməmişdi. Düzdür, 2 aya gəldiyim vaxt olub evə. Amma sürmüşəm də, Kalsavoy sürmüşəm, böyük bir yol sürmüşəm. Bu reisim çox acınacaqlı keçdi. Bəlkə də belə olmağı məsləhət imiş. Keçmiş olsun. Hər işin sonunda bir xeyir var deyirlər. Xeyrisi Allah'tan. İnan Allah'a ki, yani bu reis yol getmədik də, konkret yol sürmədik. Gündə 150 kilometre, 200 kilometre bir yerdə çox dayandıq. Demək olar ki, elə bir ay bir yerimizdə qaldıq. Balaca bir səhlənkarlıq, bir balaca bir səhlənkarlıq. O da səhlənkarlıq nədir bilirsən? Vaxtında gəlməmək. Bayram qabağı evdən çıxmışdıq. Əslində gərək maksimum dərəcədə sürərdik ki, çataq. Olmadı, sürmək olmadı. Sürmək olmayanda da, vaxtında da çatmayanda o belə bir nüanslar yaranan, belə bir işlər gəlir adam başına. Gecikirsən, sonra il təzələndi, il təzələndə müqavilələr qutarır, yeni müqavilələr bağlanana qədər, yeni işlər açılana qədər məcburiyyət qarşısında gözləyirsən. Hə, mən razıyam. Məsəl üçün adamın stabil bir daşıdığı yük ola, hə, mən onunla razıyam. Məsəl üçün elə bir şey olsaydı çox gözəl olardı. Amma stabil yükün olmadığı təqdirdə məcburiyyət qarşısında özünü biraz əziyyətə verib yol sürməlisən ki, vaxtında çatasan mənzilə, yükümü götürüb qaydasan dalan. Biz də bunu eləyə bilmədik. Əslində, bax bu yüzden uşaqlar mənə deyirlər də, mənə məsəl üçün çox suallar verirlər ki, məsələn, niyə tək gedirsən bu boyda yolu? Tək, bax buna görə gedirəm, qardaşlar. Bax buna görə gedirəm. Çünki 2 nəfərlə gedəndə, 3 nəfərlə gedəndə və yaxud da daha çox adamla gedəndə, bax belə bir problemlərlə, belə bir situasiyalarla üzləşirəm. Ona görə də istəmirəm. Allah uzaq eləsin. Yolda qalan oldu mu kömək eləyərəm. Maksimum dərəcədə əlimdən gələn köməkli eləməyə hazıram. Və çalışıram eləyim. Maksimum dərəcədə. Yəni imkanım olduğu təqdirdə, əslində imkan olmadığı deyə bir şey yoxdur. Yəni əsas odur ürək istəsin. Əsas odur ürək istəsin. İmkanım olduğu təqdirdə maksimum dərəcədə kömək eləyirəm. Bax ona görə də tək gedirəm ki, nə də olsa mən heç kəsə yük olmayım. Nə də kimsə mənə yük olmasın. Bax ona görə istəyirəm ki, tək gedim qardaş. Dünyanın axırına, yəni bilənlər bilir, sağ olsun. Diqqətinizə görə minnətdaram. Yəni hamı da bilir ki, uzaq yerlərə işləyirəm. Manqostan olsun, Amur olsun. Yəni uzaq məsafələrə işləməyə xoşlayıram. Soyuq məsafələrə, soyuq bölgələrə getməyə xoşlayıram. Yəni bu mənim psixologiyam deyil. Sadəcə olaraq biraz soyuğa istiyə dözümüm var. Soyuğa istiyə dözümüm var. Biraz da ürəyimdə istək var. Yəni uzaq gedim. Bu da nədən
irəli gəlir. Yəni uzaq məsafə getdikcə əmək haqqıma biraz artıq olur. Yəni ona görə. Çünki yaxın məsafəyə gedib vaxtımı öldürdüyümə elə bir uzaq məsafəyə gedib 1-2 gündə məsəl üçün vaxtımı əlavə edib artıq məsəl üçün qazanc qazanmağa mən bunu daha da üstün bilirəm də. Nə bilim, mən vallahi kim necə fikirləşir, and olsun Allaha. Yəni bu reysi çox zülüm çəkdim. Yəni hədsindən artıq. Zülüm yəni o mənada ki, yəni daş daşımamışam, qaya daşımamışam, söhbət o deyil. Zülüm odur ki, yəni vaxt itkisi oldu. İndi Allah'a şükür də hamı da bilir də, bir-birimizin vəziyyətini hamı çox gözəl bilir. Büyük gündə borçsuz insan yoxdur Azərbaycanda. Borclar bir tərəfdən yığışdı qaldı. Vaxtında gəlib çata bilmədim. Yəni mənə gündəlik Avropa şirkətləri kimi olsa günlük ödənişim alacağım olsaydı məsəl üçün heç adamı yandırmaz. Bilərsən ki, dayanmışsan, puldu da qazanırsan. Amma bizdə axı belə deyil. Bizdə gərək səhvərini tamam eləyəsən ki, maaşı alasan. Ona görə də biraz zülüm çəkdim, əziyyət çəkdim. Allah qiymətləndirsin inşallah. Bəndə nə kar edir ki? Allah hamının yolunu açıq eləsin. Allah hamının gelib gəldiyi yolunu xeyirli, bərəkətli, ruzulu eləsin inşallah. Allah heç kəsin əziyyətini itirməsin. İndi bizimki də belə gətirdi də. Eybi yox. Keçənə güzəşləyərlər. Sadəcə olaraq keçən hər bir gün, hər bir saat, hər bir saniyə ömrümdən getdi, ömrümüzdən getdi. Heyf. Yəni heyflənirəm o günlərə. Heyflənirəm o günlərə. Yəni kaş ki də olmayaydı belə bir şey. Bundan sonra inciyənlər də sağ olsun, inciməyənlər də, mənə başa düşənlər də, başa düşməyənlər də hamısının fikirlərinə sayğı ilə, diqqətlə qarşılayıram, qiymətləndirirəm, minnətdaram, çox sağ olun. Hər kəsə, vallahi and olsun Allaha. Bundan sonra yəni heç kəs inciməsin də ki, yəni bu niyə belədir. Mən də yəni necə tək işləmişəm bu vaxta kimi, elə tək də gedib maksimum dərəcədə, yəni tək də gedib gələcəm Allahın köməlinə. Əgər qismət olarsa, əgər işləyərəmsə, əgər qalıb bu işimə davam edərəmsə, maksimum dərəcədə yəni tək gedəcəm. İki dəfə yolda uşaqlara mən kömək elədim. Həmən dəqiqə nömrələrimizi aldılar ki, nömrəni ver, bərabər gedək. Dedim ki, yox qardaş, yox. Kömək eləyirəm. Yəni əlimdən gələn təkərdir, düzəldirik. Məsəl üçün maşın nə isə də axı ki, çəkmək lazımdır, qırığıdır, söküydür, nə bacarırsa, əgər əlimizdən gəlirsə eləyirik. Qardaş, ya qabaqda get, ya da arxada gəl. Çox qurtardı getdi də. Ən gözəl variantı budur. Vallahi. Ən gözəli budur. Demirəm, mənim ehtiyacım olmaz. Yox, elə bir şey yoxdur. Əlbəttə ki, mən də hər bir dəqiqəm ehtiyac ola bilər, yəni köməyə və yaxud da hər nə. Ona Allah Taala özü yetirəcək. Necə ki, mən kiməsə kömək edirəm, Allah Taala mənə kiməsə yetirirsə, deməli mənə də Allah Taala kimisə bir kömək kimi yetirəcək inşallah. Vallahi. Ondan heç nacuman deyiləm də, qurban olma Allah. Allah Taala insanı yaradanda onun ruzusunu, köməyini, yardımını, bu işi bizi yol göstəribsə, bu işi bizə nəsib edibsə, deməli bizə köməyi də nəsib edər, Allahın köməyini əsirgəməz. Çox şükür, bu vaxta qədər yəni yolda izlə elə bir çətinliyim, düzdür, qırıq, sökük olub, qırılmışam, maşın qırılıb, sökülüb, dağılıb, qalmışam yolda, qismət olub, tez bir zamanda yəni çıxıb gəlmişəm. O belə bir şeylər qardaşlar. Allah hamını yolunu açıq eləsin. Əsas o da özünüzə yaxşı baxın. Özünüzə yaxşı baxın.
Gedib gəldiyimiz yeri xeyirli, bərəkətli, ruzul olsun. Mərdimazardan Allah Taala Mərdimazardan uzaq eləsin sizi. Hamımızı. Allah Taala hər kəsin gedib gəldiyi yolları həmişə yaşıl işıq eləsin. Heç vaxtı naümid, nagüman qalmayasınız yollarda. Allah salamat eləsin.